Baxmaq gözün qaydasıdır dedilər. İşvə gördüm, əda gördüm gözündə. Gözlər qəlbin aynasıdır dedilər. Bir etibar, vəfa gördüm gözündə. Anakür Ədəbi Məclisinin növbəti tədbirində gənc şairimiz İsmət Tağının Unuda Bilmərəm Səni adlı kitabının təqdimatı qeyd olundu. İsmət. Çox əburlu, həyalı, İsmətli bir şairimizlə tanış olduq, şeirlərindən tanış olduq. İlk gündən, birinci şeiri oxuyandan vuruldum buna. Mən bir müəllim kimi, bir yazar kimi vuruldum. Ona uğurlu yol dilədim, uğurlu yollar arzu edirəm, Allah canı sağ eləsin. Və gələk kitabın adının qoyulmasına, ümumiyyətlə ad bizim cəmiyyətimizdə, hər dəfə demişəm, bu və təkrarləmə ehtiyac görürəm ki, ad böyük işdir. İstər mən laf cavanlığına məqalə yazanda onun adın fikirləşdirək, bir ad belə geçsin. Buna məskənli gözəllikləri, Göygöl haqqında gedəndə demişdim. Yəni ad hər şeydir, kitabın adı da hər şeydir, insanın adı da hər şeydir. Ən böyük bizdə qarğış var Türk canımızda, qanımızda ki, adım bassın. Ona görə ad məsələsi böyüdür və adına nə qoyar kitabın adı? Dedim elə sənin kitabın adı şeirlərindən biri ora nəsə düşəcək. Və biz ikimiz oturmuşduq və necə ki o tapıldı. Nə? Hə. Almaz demək Rızayının, Ataz Rızayının bir şeirinə nəsə yazmışdı, cavab yazmışdı və oradan Unuda Bilmərəm Səni. Nədən susam? Dedim, hə. Mən unuda bilmirəm səni. Dedi, yox, müəllim, mən unuda bilmərəm səni. Dedim, yox, mən unuda bilmirəm səni. Bu gün də, yəqin ki, nə qədər var canımız, mən unuda bilməyəcəm, o da unuda bilməyəcəm. Hə. Allah cansın, uğurlar arzu edirik. Hamıza bir də xoş gəldin deyirik və doğudan da ki, təbrik edirik. Və sağ alıda ki, burada üstünə bütün zamanlarımızı salamlayıram. Onların bugünkü işdəki, bugünkü bu tədbirdəki fəaliyyətini uğurlar arzu edirəm. Əlbəttə, hər bir kitab tarixə, gələcəyə bir yadigardır. Ona görə hər bir insanın yazdığı kitab onun, mən deyərdim ki, əsl adıdır. Mən onu deyə bilərəm ki, Salyan tarixə ziyalılar diyarıdır, Darülümlər diyarıdır. Bugün burada başqa rayondan gələn ziyalıların iştirakını nəzərə alaraq mən bir daha Salyan haqqında qısa məlumat vermək istəyirəm ki, Salyan Darülümlər yurdudur, Şeyx Rustamlar yurdudur. Salyan Əli və Hüseynzadənin, Əliağa Kürçayının, Xəlrizə Lütfün, Ağazğad Əlizadənin, Oxtar Rızanın, Fərqanə Mehdiyev, sönük başlıların qəfləti, amma etmiş edəcək millət hər əldə oyuncaq. Turanə qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət və mədəniyyət. Çox sağ olun. Təşkilatının sədridir, həm də bizim cəmiyyətlə, Anakür Ədəbi Məclisi ilə çox bağlı adamdır, şeiri və şeiriyyata vurğun adamdır. Və təsəvvür edin ki, biz həmin kitabın mən skrit eləmişəm, şeirlər atmışam ora, oradan bir şeir seçib, mən dedim ki, seçdim müəllim. Mən dedim, hansını seçdin? Dedi, axırdakı. Dedim, ay sağ ol. Həmin şeiri dinləyik. Çox sağ olun, mən də hər birinizi salamlayıram. Artıq Anakür Ədəbi Məclisi mənim üçün böyük bir ailəyə çevrilib. Başda Firdovsi müəllim olmaqla hər birinizə təşəkkür edirəm. İsmət qardaşıma isə uğurlar arzulayıram. Daim uğurla irəliyəsiniz. Şeirləri çox xoşuma gəldi və istəyirəm ki, şeirin birini səsləndirəm. Hardan tapacaqsan məni? Canım cahandan bezəcək. Həsrət qəlbini üzəcək. Hər yerdə gözün gəzəcək. Hardan tapacaqsan məni? Gəlsən gülə qoxu kimi, bəzən şirin yuxu kimi, yox olacam çoxu kimi, hardan tapacaqsan məni? Çay olub bəndi aşacam, sahillərlə vuruşacam, dənizlərə qovuşacam, hardan tapacaqsan məni? Daş olacam, dağ olacam, sanma hər an sağ olacam, öləcəm, torpağı olacam, hardan tapacaqsan məni? Sağ olun, təşəkkür edirəm. Unuda Bilmərəm əsəri özü, adı özü diqqəti cəlb edir. Kitabın da üz qabağı inan bəllidir ki, böyük vəsait tələb edir bu kitab. Bir vaxtlar Unuda Bilmərəm Səni şeirini yazmışdım. Özümə də doğmalıq gəldi ki,
Hətta rəylərin birində dedim ki, ruh həkikim. Çünki İsmət Tağı klassik səfsəfkidə eynən mənim kimi yazır, amma özünə məxsus yolu var, amma müasirliyi də çox seçir. Bulud gözlərində dünyanın əksi, üfüq kipriyini asılıb sənin. Azərbaycan ədəbiyyatında bu söz deyən Ərdəm xəyal olub indi yağışlar. Bulud gözlərindən yaşları çıxıb. Dedilər dil açıb dindi yağışlar, güya adamların başları çıxıb. Deyir biraz ıslan, bağışlan sonra. Billur damcılarla naxışlan sonra. Hər dəfə ərköyün yağışdan sonra yuvadan dünyanın quşları çıxıb. Əlinin üstündə durub özəli, hardasa insanı yorub əzəli. Yarıma bənzədi, bulud gözəli. Gözümdən qabağa qaşları çıxıb. Sağ olun. İlk şeiri məni elə tutdu. Mən sanki dedim, mən Nüsrət Kəsəməni deyirəm. O qədər onun poeziyasında lirika var. Onun poetik ruhu o qədər zəngidir, özdə lirik duyğulu, sevgi duyğulu. Müəllim dedi, o özün yaşayır, amma yox, minlərlə gəncin ürəyinə elə bir onun poeziyası su səpir, su səpir, qardaş. Çox ləzzət edir. Mən onun şeirin səsləndirir ki, qocalıq qiymətli bir zər qumaşdır, bahadır, müftə də sata bilməzsən. Yəni, cavanlığın qədrini bilmək lazımdır. Bizim kimi gəldin, qoca oldun, elə, valla, baha da olsa, müftə də satdın, heç kəs ona yədir. Cizlə ürəyimi, sözə baxın, cizlə ürəyimi ovuclarında, özgə talamasın, özgə çalmasın. Quş kimi uçurma ovuclarından, özgə ürəklərdə yuva qurmasın. Fikir verin, nə qədər gözəl poetik ruh var burada. Cizlə ürəyimi ovuclarında, orada sənlə bağlı arzular yatır. O sənli arzular, o pak arzular, möhnət güc gələndə dadıma çatır. Cizlə ürəyimi ovuclarında, buz kimi rəftarın dondurar axı. Elə əzizlə ki, səninlə qalsın, qayıtsa, öz ahım yandırar axı. Cizlə ürəyimi ovuclarında, bir ömür əzizlə, saxıl əmanət. Adını unutmaz, özünü atmaz. Olmasa bir ölüm, bir də xəyanət. Bir də xəyanət. Kitabı açanda o qədər hərflər insanı cəlb edir ki, oxumaq istəyirsən, məcbur olursan buna. İsmət Ağa'nın bütün şeirləri gözəldir. Həqiqətən sevərək hər birini səsləndirərəm, vaxt aparmasa təbii ki, amma bir şeiri hər zaman mənim dilimdən düşmür. İsmət qardaşım bilir. İnşallah Allah ona gözəl günlər nəsib etsin, oyunda iştirak edək. Bir dənə dəvətin gördüm, sadəcə çox sevindim ki, sayılıb seçilmişəm, təşəkkür edirəm. Bir şeirin istəsəz, əgər səsləndirməkdə. Gözümü intizarda qoyub gedənim mənim, qədrini bilməyənə sevgi olurmuş qənim. Heç bilmirəm bu sirri necə deyim, deməyim, bağışlamışam səni. Adısı dinərmi heç? Yaram dərindən dərin. Hər yaranda izin var, böyüdü məharətin. Baxma ki, çəkdirmisən, həsrətini, illərin bağışlamışam səni. Şükür eləmədin sən, koda yazan qismətə, pozub hüzurumuzu saldın qəmə, möhnətə. Həsrət qoysan da belə, xoş sözə, xoş söhbətə bağışlamışam səni. Daha bitirmək üçün intizara gəlmişəm. Yarım səndədir elə, sənə yarı gəlmişəm. Aynənlə üz çevirən, sənə sarı gəlmişəm. Bağışlamışam səni. Allah can sağ olsun. Amin. Çox olur. İnşallah aparınız olsun. Mənim şeirlərimdə vətən də var. Mənim şeirlərimdə sevgi də var. Mənim şeirlərimdə həsrət də var, torpaq da var. Bəli. Yəni bu onu göstərir ki, gənc şair yaradıcılığı çox şaxəlidir. Yəni o müxtəlif mövzulara müraciət etmək qabiliyyəti var.
Bu da doğrudan da şairin istedadından xəbər verir ki, yəni şair dola-dola torpağı torpaqdan qopardı gəlib. Büküb ağ dəsmala, büküb ehmalla vətəndən qürbətə apardı gəlib. Ayrıldı kökündən bir oğuz torpaq, bir gəlib baxaraq güc alsın deyə. Bu torpaq qürbətdə həsrət udacaq, bir qərib həsrəti azalsın deyə. Bu torpaq bir qərib nəğməyə dönüb, nisgilli qəlblərə hay verəsidir. Suda boğulan kəs saman çöpünü elə zənn edər ki, son çarəsidir. Geri dönməyəcək, geriyə bir də bu yol aparandır. Gətirən deyil, vətəndə gül çiçək bitirən torpaq, qürbətdə qanqalla bitirən deyil. Beləcə azaldı vətən bir oymaq. Titrəli anamız, torpağın canı, qürbətdə can verir, bir ovuc torpaq, can verir ilahi, yoxdur dərmanı, yoxdur dərmanı. Allah'ını sevdim seni, şirin şirin, zərif zərif. Sən də yazıl qismətimə, heca heca, hərif hərif. Fərhad kimi sevim səni, Qeyis kimi Biz ölüb gedəndən sonra da, həyatımızı dəyişəndən sonra da, yəni övladlarımız, şəhər balalarımızın yaşamağı biz üçün çox önəmlidir. Yəqin ki, yaşayacaqlar. Belə oğullar varsa, şəhidlərimiz hər zaman yaşayacaq. Amin, çox sağ olun. Biz buna ümid eləyirik ki, belə olacaq. Bəli. Sizin də uğurlarınız bol olsun. İnşallah axırıncı kitabınız olar, axırıncı olmaz, yazarsınız, yaradarsınız. Çox sağ olun, var olun. Özləri üçün döyüşməyib, şəhidlərimiz tək anası üçün, bacısı üçün deyil, şəhidlərimiz bizim hər birimizi ana bacı bilib, qeyrətimizi xilas ediblər, bizim adımızı ucaldıblar, 33 illik əsrlikdə olan torpağımızı və utancımızı silib, yerlə yeksan ediblər. Biz bunu danmamalıyıq, hər zaman anmalıyıq, yada salıb xatırlatmalıyıq, unutmamalıyıq və unutturmamalıyıq. Gələcək nəsillərə də gözəl aşılamalıyıq onların etdiyi bütün şizayətləri. Mən şəhid analarının, şəhid atalarının, ailələrinin qarşısında baş əyirəm. Hər zaman şəfanur olaraq heç vaxt susmamışam. Heç kəs məni sustura bilməyib, amma şəhid ailələrin yanında o qədər aciz qalıb ki, mənim səsim. Heç vaxt onlara təsəlli olaraq nəsə deyə bilməmişəm. Çünki evlad acısının, üzr istəyirəm ifadəmə görə burada, bir ana olaraq evlad acısının heç nə ilə təsəlli olacağın, olmayacağın. İlahi, həsrət qaldım mən balama. Mən ona baxdığım kimi baxarsan. Balamdan ötəri çox darıxmışam. Onu hər gecə yuxuma salarsan. Balamı görüncə ilk soruşacam. Balam, sən çox üşüyürdün. Üşüyən idin axı. İndi de görüm. İstədim yerin, indi yerin soyuq məzarda axı. Ölməyinə peşman deyiləm oğul, sən ananın uca zirvəsi olmusan. Başımı hər yerdə ucaldan oğul, şəhid İmam Hüseynə qonaqsan. Gözəl anam. Olsa da olmasa da İsmət, sizin sözünüzə qüvvət İsmətdə oğlandır. Həqiqətən İsmətdə oğlan. İsmətə olan hörmətim sonsuzdur. Kitab barədə İsmətin özünə öz fikirlərimi inşallah bildirəcəm. Çox güman ki, çox tez. Şairlərə, sözə, şeirə, qəzələ qiymət verən bir insana təşəkkür edirəm ona görə. İsmət Tağı ilə də təbii ki, ana şiir ədəb birliyində tanış olmuşuq. Amma tanışdığımız təkcə burada qalmayıb. Kənara da çıxıb artıq bir dost kimi, qardaş kimi çox yaxın bir münasibətimiz var. İlk kitabına görə belə deyim, çıxışı ilə bağlı təbrik edirəm, uğurlarım bol olsun, nailiyyətlərim bol olsun inşallah. Əslində bu kitabdan bir şeir oxumaq istəyirdim, ancaq oxuyuculara spoiler vermək istəmirəm, özləri inşallah oxuyarlar. Qeyd edeyim ki, mən kitabda olan bütün şeirləri Təbəssümün üzündən ayrı düşməsin, qaşından ayrı düşməsin, gözündən ayrı düşməsin,
Saray təsəvvür et, gəlib ziyarət et dolan məni. Görən də qəmli görməsin, görəndə şad olan məni. Cahan yerim deyil mənim, bu yerdə yad olan məni. Özündən ayrı salma ki, özündən ayrı düşməsin. Vəfası sanki Leylinin axır qanında sevgilim. Vüsalın ətri hiss olur hər izranında sevgilim. Tək istəyim budur mənim sənin yanında sevgilim. Düşəndə bir sözüm yerə, sözündən ayrı düşməsin. Gülüm bu xoş təbəssümün üzündən ayrı düşməsin. Yer ayrı cür bəzənməsin, göy ayrı cür boyanmasın. Bu intizam pozulmasın, bu ruzigar dayanmasın. Nə qalmasın baharda gül sudan kənarda yanmasın. Nə qışda sönməsin ocaq közündən ayrı düşməsin. Əlində olsa şairin, gülüm hər anı seyr edər. Axanda qanı seyr edər, çıxanda canı seyr edər. Səninlə sadiq ey gözəl, bütün cahanı seyr edər. Yetər ki doğma milmuğan düzündən ayrı düşməsin. Hansı şeiri səsləndirim? Söylədi ki, bəyəndiyin bir şeiri səsləndirə bilərsən. Deməli, açdım, kitabı vərəqlədim. Yəni, bəyəndiyim şeiri əslində hamı bilir ki, bəyəndiyimiz şeirə qat vurulur da. Bir də baxdım ki, deməli, kitabın çox hissəsinə qat vurmuşam. Sən deməli, bütün şeirlərin hamısı çox bəyənmişəm. Dedim, yox, bu belə olmaz, deyəsən, mən orada bütün şeirlərin hamısını mən səsləndirirəm. Üstdən bir qat vurdum. Dedim ki, bu şeir daha xoşuma gəldi. Yəni, əslində hamısı gözəldir. TikTokda da müəllim görmüşəm şeirlərinizi səsləndiriblər, çox bəyəndim. Hətta çox çıxdı qarşıma. Gül satan qız şeiri. Dedim, yəqin onu kimsə buradan səsləndirər, onu səsləndirməyib. Müəllimlər sizin ifazda yəqin çeşirmişəm. İstədim özümə xoş gələn bir şeir səsləndirib. Yəni, icazənizlə səsləndirərdim. Səni sevmək üçün vaxtım olmadı. Qəm mühnət qocaltdı mənə əzizim. Binəy əzəldən bəxtim olmadı. Hər işə vaxt tapdım, zaman ayırdım. Səni sevmək üçün vaxtım olmadı. Düşdü çox dəyərsiz başlara daşım. Axdı ürəyimə kədər, göz yaşım. Beləcə özümə qarışdı başım. Səni sevmək üçün vaxtım olmadı. Dürüstlük öyrəndim, düzü yaşatdım. Böyüklər qoyduğu sözü yaşatdım. Şeirə söz tapdım. Şeirə söz tapdım, sözü yaşatdım. Səni sevmək üçün vaxtım olmadı. Hər günün ağrılı, hər anın zülür. Bu qədər üzülmə, başına dönüm. Sevilmək haqqındır. Bağışla gülüm. Səni sevmək üçün vaxtım olmadı. Hayırlı günlərdə gənc yazarlar kimi Həsən Gürora dəvət eləmişdilər. Məclisin açılışında sözsüz ola prezident nəzarətində olan bir yerdir. Sözü birinci Həsən Gürora. Mən televiziya qabağında ayaqüstə durdum. Almışladım mən o, yəni dedim mənim ürəyimdə olan arzum həyata çıxınca adam 2000-dən yuxarıdır. Hamısı fikir daşıyıcılardır. Gedib çox yerdə səni təbrik edirlər. 20 adam 20 səsə dinləyirsə 500 orada əl çalandan üstündür. Yadında qalsın. İkinci tövsiyəm sənədir. Heç vaxt eyfariya uğramayın. Heç vaxt şan-şöhrət dacını qaçmayın. Zəka sənə verilibsə, sən onu başı salıb aşağı yazırsansa, onda səni sevənlər də ətrafında olacaq. Bir ya başı qaldıracaqsan ki, mənim nətər yəni çıxmışlar. Həyatını öyrənin də, məsələn bizim Xəlirdə Ulu-Türk, bizim inansın ki, vaxtı ilə qələbə qəzində Nəbi müəllim də bilirdi. Xəlirdə Ulu-Türk, bax bu məsələ ətrafında olub. Bəli. Ələqə Kürsal bu məsələ ətrafında olub. Ağadava Dərzadə burada olub. Oktay Rıza burada olub. Onun əlin altından şairlər çıxıblar. Bax budur. Masa, bizim Yivismək masamız örüyor burada. Mənəviyyat masası. Məni dəli etmiş gözü ilə qaşı. İstədim dərin quyuya bir atam bu daşı. Nə ağır yükmüş məhəbbət daşı. Məhəbbət daşı ağır yükdür. Allah onun səhət daşımaq imkanı versin, onu qismət eləsin. Öpürəm səni, təbrik edirəm. Da həyatda görər və bundan da belə daha da gözəl kitablar əlçiyə gətirər, uğurlar arzulayıram. Öz sərsəm arzularını həyata keçirmək üçün siyasətdir deyənlərə. Sevgi sözü, sevgi özü yaranmışdır həqiqətdən. Onun kədar köklərini varaqla tap təbiətdən. Bu eşq ilə xumarlanır əzəl gündən bütün xilqət. Həyata
varlığa qarşı tükənməyən bu hiss-hörmət bizi tərlan səhərlərin vüsalına çağırır bax. Açır ömür kitabını məhəbbətlə varaq-varaq, biz əsrətlə, hərarətlə yalayırıq dağı, daşı, bu mənada barı biçər düşünərsə kimin başı. Bu şeiriyyət aləmini damır keçmək cinayətdir. Siyasət adlanan sevgi insanlara xəyanətdir. Ekrana çəkən, səsimi yazan Elgün Qabiloğlu. Dünənləri tədbir keçirildi Salyan'da. O tədbiri bilinmədi kim keçirildi. Allah canı sağ eləsin. Bütün sosial şəbəkədə yayından sonra Lətin müəllim hamı təbriklədi. Deməli, ana kürü yaşadan, onu bol edən Elgün, sənə təşəkkür edirəm. Allah canı sağ eləsin. İkinci adamın adı isə Səidə xanımdır. Səidə xanım ana kürü bura yaranan gündən bizə analıq edir. Böyüklük edir. Allah canı sağ eləsin. Yaşlı kiçik olsa da Allah atasını rəhmət etsin Məmməd ağa kimi ki, nə qədər gözəl. Atanın kitabı olsun. Kitabların bizim kitab rəqlərində o qədər gözəl oxucularla ünsiyyət qursun ki, mən sənə onu arzulayıram. İkinci məsələyə də gələndə mən arzu edərdim ki, ana kilin hər ay bir kitab təqdimatı olsun. Belə bir gözəl təqdimatlar olsun. Maşallah, görək də cavanlarımız var. Mən onu arzu edirəm. İnşallah. Var olasınız, Allah verdi müəllim, Əzzağa müəllim, Nəbi müəllim, Firdovsi müəllim. Gələn qonaqları alqışlayıram. Şəfa xanımla bugün tanış oldu. Şəfa xanımı mən ora çağırmaqda məqsədim Yarılar görüşəndə hər aşıq. Bu kitabda gördüyünüz şeirlərin adətən belə deyək, yazılmaq tarixi 2008-2014-cü illər arasıdır. 2014-cü ildən bəri götürsək, burada cəmi mənim 3 şeirim var, 2014-cü ildən sonra yazılan. 2014-cü ildən sonra ümumiyyətlə yazmamışdım. 2014-cü ildən sonra hansı ki, ana külələr məclisi quruldu. Gəldim, burada məclisdə iştirak elədim. O elə bir yeni stimul verdi, verdi. 2014-cü ildən yəni yazmadığım şeir, 2014-cü ildən heç nə yazmamışdım. 2014-cü ildən sonra nəhayət bura gələndən sonra başladım yazmağa. Ona görə buradakı şeirlərin toplusu 2008-2014-cü illər arasında yazılan şeirlərdir. İnşallah ikinci kitabımız olar. 2008-ci ildə Azərbaycan və Türkiyə Respublikası arasında keçirilən şeir müsabiqəsinin qalibindən olmuşam, 2008-ci ildə. Bəlkə də onun nəticəsidir 2014-cü ilə kimi yazmışam, amma sonra sapadı. Ana Kür Ədəbi Məclisinin qurulmasında əməyə keçən hər bir kəsə, sədri Firdovsi müəllimə. Gəl ki, ey Qönçədə xanım, gəlişim bayram olur. Gəl ki, ey Qönçədə xanım, gəlişim bayram olur. Mənim üçün nə gözəl çağ, nə gözəl əyyam olur. Qurduğum bunca xəyallar şüşə tək parçalanır. Tək sənin eşqin ilə birləşir hərdən, tam olur. Çəkir həsrət deyilən hal məni meyxanələrə, çəkir həsrət deyilən hal məni meyxanələrə, elə bir yerdir ki, qəm əhli və bir tək cam olur. Var səbəb ki, səni gördükdə əsir əl ayağım, var səbəb ki, səni gördükdə əsir əl ayağım, yar ilə üz-üzə gəldikdə hər aşiqam olur. Canı canana fəda etməyə İsmət nə səbəb? Canı canana fəda etməyə İsmət nə səbəb? Çəkir hər gün dara zülfü ilə o can edam olur. Cüb desənəmizdən